Hazırki futbolun çox yumşaq olduğu danılmazdır. Lakin bu maç rəsmi olaraq futbol tarixinin ən qanlı maçı kimi qeydə alınıb. Çili 1962-ci il dünya çempionatına ev sahibliyi etsə də, bir çox Avropa ölkəsi bundan narazı idi. Bu mənada xüsusilə fərqlənən İtaliya mətbuatı turnirdən öncə Çilini çox geridə qalmış və kasıb ölkə adlandırırdı. Və bunu özünə təhqir sayan Çili millisi 2 iyun tarixində İtaliya qarşı maça futbol oynamağa yox, savaşmağa çıxmışdı. Artıq maçın 12-ci dəqiqəsində İtalyan Giorgio Ferrini kobud qayda pozuntusuna görə oyundan kənarlaşdırılsa da, o meydanı tərk etməkdən imtina edirdi və onu meydandan çıxartmaq üçün hakimə polis köməyi lazım olur. 38-ci dəqiqədə Çilili Leo Sanchez yumruq zərbəsi ilə Umberto Mascheroni'nin burnunu qırsa da, hakim bu qayda pozuntusunu görməzdən gəlir və Leo meydanda qalır. Maçda ikinci kənarlaşdırılma isə Mario Davidin Leo Sanchez'in başına təpiklə zərbəsindən sonra baş tutub və beləliklə İtalyanlar meydanda 9 nəfər qalırlar. İlk hissə 0-0 hesabı ilə bitsə də, maçın 73-cü dəqiqəsində Jaime Ramirez, 87-ci dəqiqəsində isə Jorge Toro Çili millisini 2-0 hesabı ilə önə çıxarır və beləliklə Çili millisi qələbə qazanaraq play-off mərhələsinə vəsiqə qazanır. Maç ərzində ümumilikdə 4 dəfə polislər meydana daxil olaraq futbolçular arasında düşən kütləvi davanı sakitləşdirməli olmuşdular. Həmin gün Britaniyalı şərhçi maçın yayımından öncə "Siz indi futbol tarixinin ən biabırçı yayımını izləyəcəksiniz" demişdi.